Salam, hər vaxtınız xeyir. Deməli, ətdən yemək hazırlayacağam. Mal ətindən. Mal ətinin müxtəlif hissələri var. Sümüklü hissəsi də var, ət də var. Əsasən sümüyə çox üstünlük vermişəm burada. Yəni, bulyon da lazım olacaq. Həmişə də ət ümumiyyətlə qaynadanda özüm mən içinə soğan əlavə edirəm, birbaşa. Bir də kök, yəni dəfnə yarpağı ümumiyyətlə əlavə eləmirəm. Dəfnə yarpağını nəsə xoşlamadığıma görə. Ət sırdağı, yəni bunu bişirəcəm, ət sırdağı. Hazırlana çəkdiklərimi, yəni belə deyək də, müəyyən vaxtlar ərzində çəkib paylaşacağım sizinlə. Hələ ki, ətimiz qaynasın. Artıq qaynayıb demək olar. Yəni, bir saatdır mən bunu qaynadıram. Yəni, bu formada mən bunu necə eləmişəm? Deməli, bir dəfə qaynadı, artısa qaynar suya düşdü, üzünün kəpin yığdım, təzən o suyu boşaltdım. Pis suyuydu. Həqiqətən, indi mən o yerini çəkib göstərə bilmədim. Bəlkə də ətdən də çox şahsıdır, bilmirəm. Yəni, mən həmişə ümumiyyətlə əti qonşuluqda, belə deyək də, bizə kəsirlər burada. Yəni, əti oradan alırıq, çünki tanıdığımız adamdır. Yəni, mən heç vaxt ətdən şikayətim də olmayıb nəsə. Yəni, gedib hardansa ət almamışam bu vaxta kimi. Yəni, bura köçəndən, düzdür, indi bura köçməmişdən qabaq müəyyən yerlər olub, həm də ki, o vaxtda əti evə mən almırdım, belə deyil. Nəsə, bu mövzunun digər bir tərəfi. Yəni, sözümü nəyə gətirirdim? Yəni, mən əti, baxın, həmişə qaynadıram. Qaynara düşəndən sonra birinci suyun boşaldıram, sonra, yəni o öz suyunda baxın, görürsünüz, necə təmiz. Burada heç bir şey qalmayıb. Tavanı silməyə qoymuşuq. Xodnaz verirəm ki, deməli 8 ədəd soğanı xırda bu formada doğrayıram. Baxın, yəni müxtəlif forma quruluşlarda burada soğanlar belə deyək də doğranıb. Doğrayandan sonra təqdim edəcəm. Soğanı əlavə elədik tavaya. Yağını əlavə edəcəm. Duru yağ əlavə edirəm. Çox da yağlı eləmək, yəni yağı su halına gətirmək lazımdır. Çoxları əmləri burada sel yaradır, yəni elə lazımdır. Qaynadıqca biraz da zeytin yağı, qaynadıqca yəni yağ onsuz da belə deyək də, soğanın buxarı da yəni burada yağda belə deyək də, yəni su halını gətirəcək, formalaşdıracaq ki, yəni birazdan görəsiniz, yəni qapaq da bağlandıqdan sonra mən ümumiyyətlə həmişə soğana özüm duz əlavə edirəm, yüngül belə üzdən az miqdarda, yəni soğanı pörtsün, belə deyək, qapağını əlavə edəcəm, sonra misal üçün belə deyirlər də, oda düşən duzu qapağı götürüb yavaş-yavaş qovuracam. Sonra mərhələli şəkildə pomidor əlavə edirəm. Çünki əti əlavə eləmirəm hələ. Ət yəni burada yavaş-yavaş vamxotducu qaynayır. Gördüyünüz kimi pomidorları formada doğramışam. Soğan qızarandan sonra üzərinə əlavə olunacaq həmin pomidorlar. Yəni 4 ədəd pomidordur. Kartofdur, xırda ölçülü kartoflardır. Yəni iri, tam böyük ölçü deyil, orta ölçüdə deyil də, yəni belə deyək. Formada. İndi mən əlavə eləmişəm, deməli 2, 5, 9 dənədir burada. Yəni adam sayına görə kimsə 15 dənə deyə bilər, 20 dənə. Ümumiyyətlə yemək hazırlananda bir şey qeyd edim ki, yəni restoran sferaları var, belə deyək. Restoran sferalarıdır, misal üçün müəyyən belə deyək də kafelərdir. Onların çoxları bilmir. Yəni onların təbii ki, yemək porsiyaları, yəni şəxs hesabına, yəni bişirilməlidir. Bir çox aşpazlar, yəni düzdür, bişirirlər, bilmirəm necə bişirirlər, necə bişirirlər. Yəni ona müdaxilə eləmir, düzgün çıxmaz. Yaxşı bişirən də olur, təbii ki, pis də olur. Yəni sadəcə olaraq çoxları bilmir. Ümumiyyətlə bir adamın payına düşən belə deyək də, əgər yeməkdə hansı ingredientlər istifadə olunursa, o hansı qramla olmalıdır. Yəni bu çox vacib bir məsələdir. Yəni düzdür, mən bunların açıqlamasını özüm bilirəm. Yəni mən bu qədər dəftərlərində qeydlər eləmişəm. 2015-dən, 14-dən. Yəni məsələ onda deyil. Prosta yəni bunlar vacibdir, yəni bilmək. Mənim üçün bişirdiklərim yeni qeyd edirəm. Özüm üçündür, öz yenə də
deyim ki, işdən gəlirəm, özüm hazırlayıram, misal üçün öz yeməklərimi belə tanışımı dəvət edirəm, misal üçün gəlir, yeri bir yerdə şam yeyirik, ya qardaşımı, ya filan, yoxdur da, yəni belə deyil, yəni özüm, yəni düzdür. Bununla hal-hazırda profesional bir formada məşğul olmuram. Amma harasa getsəm, yəni təbii ki, yəni Azərbaycanda çalışmaram, bu sahə üzrə xidmət göstərim. Digər bir ölkələrdə göstərərəm. Çünki Azərbaycanda belə pis mənada demirəm, nəysə. Sadəcə olaraq burada o istədiyim bir, yəni bilirəm ki, nəticəni əldə edə bilməyəcəm. Yəni çünki mən Azərbaycanda yenildim, elə bir yerdə işləmişəm ki, indi ad istəmirəm bu. Yəni mən orada gördüyümü, yəni başqa restoranlarda görə bilmərəm. İşte o təmizlik, o yüksək belə deyək də şef-povurlarla mən işləmişəm də. Yəni yenə də qeyd edirəm, Latviya, Liviya, Yunanistan, Türkiyə, Portuqaliya, Yordaniya, Livan, misal üçün dünyada İsveçrə, nə bilim, yəni çoxdur ölkələr, yəni burada adları xeyli yəni artırmaq olar. Sadəcə olaraq yəni onlarda bir qrup idi, indi biz orada çalışırdıq. Həmin vaxtda səhv eləmirəmsə İran İslam oyunları keçirilirdi. Yəni bütün yəni bu şey bizə həvalə olunmuşdu. Ondan sonra yəni mən bu sahəni davam elətdirmədim. Ondan sonra xeyli Azərbaycanda tədbirlər keçirildi. Yəni müəyyən nələrsə oldu. Yəni mən istəmədim dəvət alınmağa. Yəni o barədə heç fikir də bildirmədim. Düz təklif edən oldu, amma belə yəni istəmədim. Yenə deyəm, yemək bişirmək çox vacib bir amildir. Ümumiyyətlə mənim özüm, yəni mən pəhriz bilmirəm nə deməkdir. Yəni insan pəhriz niyə saxlamalıdır? İnsan istədiyi bir qidandan necə imtina edə bilər? Yəni bu nə dərəcədə düzgündür? Sən bunu yemə və yaxud da gelirsən hansı həkimin yanına, deyirsən bunu az istifadə elə və yaxud da bunu yemə, bu sənə filan olar, bu sənə ziyan olar. Yəni yemək, valla Azərbaycanın o qədər milli mətbəxi zəngindir ki, yəni çox gözəl milli mətbəximiz var. Allah süfrəmizə bərəkət versin, yeməklərimizə bərəkət versin. Yəni o qədər bişirilməyən yemək növlərimiz var ki, onu üzə çıxarmaq lazımdır. Amma çoxları ancaq restoranlarda qaldır, gəlirlər, bu filan yemək, bu filan. Ətdən nə bilim da 50 dənə nar qovurma. Deməli, restoran sferalarında qapağı açır, baxırsan, nar qovurma, şabalık qovurma, nə bilim nə filan, o qədər yəni ancaq şapalağın neçə növü. Əvvəl qardaş, dədə-babadan belə şey olmayıb baxın. Yəni yeməyin o bir ətdən filan qədər, yəni baxsan o tərəfdə çiyələk, ətə çiyələk vurub, ətə nə bilim nə vurub, licbi ad olsun ki, filanlı ət, nə bilim, nəyli ət, nəyli şey olur və bişirə bilmirsən, bişirmirlər bunu. Normal yeməklərimiz var, yəni misal üçün kələm dolması, yarpaq dolması, aş, toyuqla, ətdən misal üçün buğlama, xaşlama, sonra küftə, ən gözəl sevdiyim yeməkdir, pitidir. Yəni köhnə müasir kafelərimiz var ki, gedirlər, otururlar orada. Yəni bu şeyin özümdə yaşamışam da belə deyə. Yəni ki, düz 36 yaşım olsa da, yəni görmüşəm bu şeylərdə. Oturdular orada yeməklərini sifariş verdilər. Bozbaşlı misal üçün qəşəng bişirilən bozbaşlı. Nə bilim, yəni belə yeməklər. Yoxsa indi nə bilim bilmirsən nə ətidir, nə deyil, filan kəsin rebaykı filan. Sizin o rebayk steak, nə bilim nə, o steak əti tam başqa bir Avropadan gələn ətlər də, onlar xüsusi formada qulluq olunan o heyvanlar da, onlar elə bir qidalarla bəslənir ki, yəni o ətin 1 kiloqramının qiyməti 183-200 dollar yaxındır. Sən o, nə bilim, yəni ona görə də bilmirlər. Hərəsi bir dənə gedir, icarəyə restoran götürür. Birini tapır oradan ki, Allah buna pişir filan qədər pul verəcəm. Yəni o deyil. Yəni yemək, mətbəx başqadır. Yəni yemək sevdası insansın, yəni oyun deyil. Bunu bilən adam, yəni bu işin belə deyək də arxasında durmalıdır. Yəni onu kiməsə təqdim eləməlidir. Sən hər hansısa bir nəyisə kiməsə təqdim edirsən, yəni görüntü olaraq deyir ki, yəni bunun daxili də yəni zəngin olmalıdır. Nəsə sözüm onda yox.
Deməli, keçək yeməyimizə. İndi yavaş-yavaş qovrulmaq üzrədir. İndi az miqdarda sarı kök əlavə edəcəm üzərinə. Yəni görürsünüz ki, soğan tam qoymur. Yəni bunu qıpqırmızı olsun. Yəni çoxları ümumiyyətlə bir də görsən ötürür soğanı. Adicə özüm harasa gedirəm, misal üçün təsadüf hallarda nəsə sifariş eləyərəm. Bizcə o olmur, bir dəfə olur deməli, belə bir şey. Baxıram, nəsə demişdim, xatırlamıram. Baxıram, soğan bəs, əstəğfurullah, şey demişdim. Deməli, yarpaqın gəldi, üstünə ət olur, bilərsiniz də yəqin. Deməli, qovrulmuş ətdir, üstünə də üzərinə də soğan. Baxdım, soğan, qapqarı, bəs, deyirəm, bir dənə zəhmət olmuşsa yaxınlaşım, bəs, bu niyə belə, yəni bunu belədir də, soğan niyə, yəni ötürürlər, deyir, yox, bu belədir də, bəs, yanmayıb ki. Yəni sonra da çağırdım, yəni səhvlərim başa düşdülər. İnsan var, nəyəsə başa düşür, insanda var, baxsan spor edir. Deyir, yox, belə olmuyor. Qardaş, göz qabağında da, yəni bişirə bilməyən insan mətbəxdə nəsə iş görməsin. Mən qızlar görürəm, cavan-cavan gəlin xeylaqlar, ali atı qururlar. Nə evdə valideynləri deyib ki, bala, bəs filan bir şey, bax, belə bir şey, ya odur, budur, ya analarının yanında dayanıb nəyisə öyrədiblər. Amma indi yox deyə belə şey, uğraş yalan deyim. Retk adam, yəni dadlı yemək pişirir. Yəni mən hələ də Allah analarımızın canı sağ eləsin, yəni bütün hər kəsin valideynlərinin canı sağ eləsin, salamat eləsin. Mənim anam öz yeməklərimi pişirəndə mənim deyir, nə gözəl, nə, yəni yeməyə ümumiyyətlə sevgi qatmaq lazımdır. Yəni yeməyi də belə deyək də, yəni yeməyi də elə bir formada pişirmək lazımdır ki, yəni onun da qayğı istəyir, o da yəni demirəm ya, burada nazda filan elə belə, yox, sadəcə insan ürəklə, yəni qəlblə pişirməlidir. Xüsusilə anamın da mən yeməyin üzrüsəm, filan qohumda da, xalamgildə doğuram, ya filan kəsdə, ya orada burada, baxıram ki, tam fərqlidir. Yəni hər kəs yeməyi bir cür formada pişirə, eyni formada pişirə bilməz təbii ki, amma sözüm onda yox. Baxırsan ki, indi cavan-cavan adamlar var ki, ailəti qururlar, qadın xeylaqlar xüsusilə də, valla pişirə bilmirlər. Uşaqlarına heç nə eləyə bilmirlər. Çıxırlar küçəyə, dönər alırlar, dönərlə baş alırlar, filan şeylə, fast food. Sən anasan, normal yeməklərlə sən onu elə bəsləməlisən ki, uşaqlı. Başını allatmalı deyilsən. Nəysə, özləri bilərlər. İndi birazdan deməli, pomidor əlavə olunacaq üzərinə. Göstərəcəm sizə. Deməli, pomidor əlavə elədik üzərinə. Qapağını örtəcəm, az miqdarda yenə də duz əlavə edirəm ki, su buraxsın. Yəni, pomidor öz şirəsini buraxsın. Qapağı örtəcəm, həm pomidor yumuşalsın. Sonra 10 dəqiqədən, 7 dəqiqədən sonra belə deyə bir dəfə atacam, vilka ilə əzəcəm, təzədən bağlayacam. Belə deyək, biraz da yəni o daha da yumuşalsın da belə deyək, pomidor əriməlidir. Sonra ət əlavə edəcəm üzərinə, sonra da doğradım kartoşkaları. Gördüyünüz kimi qapağı götürdük, pomidor görünməyəcək gözəl. Həqiqətən görmüşə məxsusdur, soğan da yəni öz belə deyək, öyle bişmə formasını alıb, bişib hal-hazırda yemək halına gəlib hər ikisi də. Yəni bu vəziyyətdə misal üçün bunun üzərinə belə deyək də, təsəvvür edin ki, belə bir şeyin üzərinə yumurta vurursunuz, belə deyək, müəyyən formada, yəni yumurtalı qayğanaq, pomidor yumurta çırpması vermək olar. Boş göyərti səpi belə deyə bilərsiniz. Bu formada demək olar. Bunu qulyaş kimi də istifadə edib müəyyən yeməklərin yanında, yəni servis edə bilərsiniz. Yəni çox gözəldir, həqiqətən inandırım. İndi əti əlavə edirəm üzərinə. Əti əlavə elədiyi üzərinə gördüyünüz kimi müxtəlif formada, yəni sümüklü də var, az miqdarda belə deyək də. Tam sümük deyil, o bildiyiniz sümükdən deyil. Yəni ət əlavə olunduğu üzərinə qapaq qoyulacaq. Ət yavaş-yavaş burada belə deyək, bir 10 dəqiqə ərzində də bundan da biraz pişəcək. Ətə mən ümumiyyətlə ət qaynadanda bulyon. Bulyona duz az miqdarda vururam, çox yox. Lazım olandan sonra, çünki bulyonu nədəsə istifadə edəcəmsə, həmin vaxtda həmin yeməyə əlavə edirəm bulyonu. Ola bilər, çünki çox olar, az olar, düz əslində elə şeyləri diqqət edirəm. Amma yenə də formada duz yenə də əlavə edirəm. Az miqdarda.
Çünkü ete baktım, etin tuzu yok idi. Bulyonda tuz az olduğuna göre ette yox idi. Sonra kartofu 5 dəqiqədən sonra əlavə olunacaq üzərinə. 5 dəqiqədən də sonra müəyyən qədər bulyon qapaq bağlanacaq, bişiriləcək. Öz xodunda belə deyil də vanilya. Az xod. 20 dəqiqəyə, 25 dəqiqəyə, yarım saat ərzində, yəni təxminən belə deyil də, hər dəfə baxmaq şərti ilə, özüm biləcəm nə var. Yəni bişəcək bu qaydada gördüyünüz kimi. Bişəndən sonra servis olacaq. Onu da çəkiliş edə bilməyəcəm, çünki azmışam, yemək yeməliyəm. Sağ olun, özünüzə yaxşı baxın.